Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizinlə bir yerdə təsriflənməyən feillər haqqında danışaq. Əsasında diqqətimizi feil sifətə yönəldək. Təsriflənməyən feillər nədir? Təsriflənən və təsriflənməyən bu anlayış şəxs sonluqlarını qəbul eləyib, yəni şəxsə görə dəyişən feillər və şəxs sonluğunu qəbul eləməyib, şəxsə görə dəyişməyən feillərə deyilir. Məsələn, mən oxuyuram, sən oxuyursan, o oxuyur. Biz oxuyuruq, siz oxuyursunuz, onlar oxuyurlar. Bu şəxs sonluqlarını qəbul eləyən feillər oxuyursunuz, tələffüzdə oxuyursunuz kimi tələffüz olunur. Burada gördüyünüz kimi feil şəxsə görə birinci şəxs, ikinci şəxs, üçüncü şəxs və hətta kəmiyyətə görə də dəyişmiş olur. Təsriflənməyən feillər isə şəxs sonluğunu qəbul eləməyən feillərdir. Yəni şəxs sonluğunu istəmir. Feili bağlamadan bir nümunə göstərək. Mən oxuyandayam, biz deyə bilmərik. Məsəldən bir nümunə göstərək, mən oxumağam deyə bilmərik. Mən oxuduğunam deyə bilmərik. Baxın, yəni şəxs sonluğunu qəbul eləməyən feillər təsriflənməyən feillərdir. Təsriflənməyən feillərin 3 növü var. Feili sifət, feili bağlama, bir də məsdər. İkinci məsələ nədir? İkinci məsələdə feili sifət, feili bağlama və məsdər qatqılı feillərdir. Yəni burada feili sifətin içində həm feil, həm də sifətin əlamətləri, xüsusiyyətləri birləşir. Məsdərin tərkibində həm feil, həm də ismin xüsusiyyətləri birləşir. Feili bağlamanın da içində həm feilin, həm də zərfin xüsusiyyətləri nə etmiş olur? Birləşmiş olur. Yəni iki nitq hissəsinin əlamətini daşıyır təsriflənməyən feillər. Təsriflənən feillər isə yalnız feilin özüdür. Çox maraqlıdır. Bunlardan biri də feili sifətdir. Feili sifət gördüyümüz kimi feil və sifətin xüsusiyyətlərini özündə toplayan, özündə birləşdirən, cəmləşdirən bir nitq hissəsidir. Feilə aid xüsusiyyətlər hansılardır? Feil bilirik hərəkət bildirir, feili sifətdə hərəkət bildirir. Feil bilirik təsdiq inkarı olur, yəni ma şəkilsindən inkarı olur, yazılan yazılmayan. Burada həm hərəkət var, həm də inkarlıq var. Təsdiqliyi var eyni zamanda. Feilin xüsusiyyətləridir. Biz bilirik feilin növləri var. Məlum növ, məchul növ, qayıdış növ və ilaxır və s. İndi baxın, yazılan sözü məchuldur. Kim tərəfindən yazılır? Bilmirik. Yazan məlum növdədir. Yazdıran icbar növdədir. Yazışan qarşılıq bir gərək növdədir. Qarşılıq növdədir. Baxın, yəni burada feilin xüsusiyyətlərini biz gördük. Hərəkət bildirməsi, təsdiq inkar olması və eyni zamanda qrammatik məna növündə dəyişməsi, bir də ətrafına söz toplaması. Feil ətrafına söz toplayan bir nitq hissəsi olduğundan feili sifətində bu xüsusiyyəti var. Məsələn, tarix yazan qəhrəmanlar. Hansı qəhrəmanlar? Tarix yazan. Tarix sözünü də özünə neynədi? Birləşdirdi, tərkib yaratdı. Və feili sifətin feilə aid xüsusiyyətlərindən biri də zaman anlayışını ifadə etməsidir. Nədir zaman anlayışı? Yəni, biz burada şəkilçilərə diqqət edək. An şəkilçisi yazılan məktub, indi yazılan, indiki zamanı ifadə edir. Yazdığım məktub keçmiş zamanı, yazılmış məktub yenə də keçmiş zamandır. Yazılacaq gələcək anlayışını ifadə edir. Yazılmalı, yazılası. Bunlar gələcək zaman anlayışını ifadə edən feili sifət şəkilçiləridir. Feili bağlamada, məsdərdə zaman anlayışı yoxdur. Bir şeydə diqqətinizə çatdırın. Burada biz feili sifətin zamana görə dəyişməsini yox, zaman anlayışını ifadə etməsi kimi başa düşək. Yəni, sifət kimi hansı xüsusiyyətlərə malikdir? Feili sifət kimi təyin olur. Yazılan əsər və yaxud hekayə. Hansı hekayə? Yazılan hekayə. Yazılan burada cümlədə təyindir. Hekayə ismindən əvvəl gəlir, əlamət bildirir, yazılan sözü sifət kimi. Sifət necə? Maraqlı hekayə, yazılan hekayə. İsimdən əvvəl gəlir, ismin əlamətini bildirir, yazılan hekayə. Bax, görürsünüzmü? Hekayə isimdir, yazılan feili sifətdir. Feili sifət isimdən əvvəl işlənib, sifət kimi ismin əlamətini bildirir, cümlədə təyin olur və sifətin sualı. Hansı hekayə? Yazılan hekayə. Burada sifətin suallarını da nə edir? Özünə birləşdirir. Feili sifət isimləşə bilir. Yəni, bu da ismin bir xüsusiyyəti kimi, deyək, üzr istəyirəm, sifətin xüsusiyyəti kimi. Sifət necə isimləşirsə,
Məsələn, qırmızıları seçdim. Fe'li sifətdə yazılanları bəyəndim. Nəyi bəyəndim? Yazılanları bəyəndim. Fe'li sifətdə sifət kimi isimləşə bilir. O zaman cümlənin mübtədası olur. Yazılan mənimdir. Nədir mənimdir? Qaçanlar bizimkilərdir. Kimdir bizimkilərdir? Və yaxud onlar dərsdən qaçanlardır. Kimlərdir dərsdən qaçanlardır? Baxın, görün, qaçanları cəzalandırdılar. Kimləri qaçanları? Fe'li sifət burada sifət kimi isimləşir və cümlədə tamamlıq ola bilir, cümlədə ismi xəbər ola bilir, cümlədə mübtəda ola bilir. Bu da onun isimləşmə xüsusiyyətinə aiddir. Fe'li sifət qoşmalarla da işlənə bilir. Qoşmalarla işlənəndə səbəb zərfliyini oxuduğum üçün öyrəndim. Yaxşı oxuduğum üçün öyrəndim. Hansı səbəbdən öyrəndin? Yaxşı oxudu. İslandığım üçün geri qayıtdım. Dığı şəkilsi ilə birləşir. Üçün qoşması fe'li sifət, yəni qoşmaları da birləşə bilir. Bu bir xüsusiyyət. Bundan başqa fe'li sifətin hansı xüsusiyyəti var? Sintaktik vəzifəsinə aid olmayan bir xüsusiyyəti də var. Yəni biz fe'li sifəti cümlədə təyin bilirik, o ismə aid olur. Bəzi məqamlarda isə, yəni bu onun üçün normal hesab olunmasa da fe'li sifət cümlədə zərfli kimi də çıxış eləyə bilir. Məsələn, müəlliməni darıxan gördüm. Necə gördüm? Darıxan gördüm. Gördüm hərəkətini izah eləyir burada. Ona görə də cümlədə tərcih hərəkət zərfliyi kimi çıxış eləmiş olur. Təbii ki, bu fe'li sifətə aid olan xüsusiyyət deyil. Şəkilçilər haqqında biraz geniş məlumat verək. An şəkilçisi bayaqlar dedim, indiki zaman anlayışını ifadə edir. Dıq şəkilçisi mənsubiyyətlə birləşən bir şəkilçidir. Yazdığım, oxuduğum, bildiyim, anladığım və ilə axır 4 cür yazılan şəkilçidir. Mış şəkilçisi bir neçə funksiyanı əmələ gətirir. Biz bilirik ki, mış nəqli keçmiş şəkilsidir. Məsələn, mən oxumuşam, mən danışmışam, mən bilmişəm və yaxud mən biləcəkmişəm. İmişin ixtisarı kimi də biz bu şəkilçini tanıyırıq. Saat 5-ə 10 dəqiqə qalmış gəldi. Fe'li bağlama şəkilçisidir və bişmişi yedim. Bişmiş dadlıdır. Burada isim kimi leksik şəkilçisi funksiyasını da nə edə bilir? Daşıya bilir. Acaq şəkilçisi bilirik ki, gələcək zaman şəkilçisi kimi qrammatik şəkilçidir və bu şəkilçi də homonimlik xüsusiyyətinə malikdir. Əlbəttə, qrammatik homonimlik deyək, leksik şəkilçi də ola bilir. İsim yaradır, yanacaq, qanacaq, oturacaq və ilə axır. Eyni zamanda malı şəkilçisini biz hər zaman vacib şəklin şəkilçisi kimi tanıyırıq. Məsələn, əsər yazılmalıdır. Mən yazmalıyam, sən yazmalısan, o yazmalıdır və ilə axır. Amma malı şəkilçisi fe'li sifətdə ola bilir. Yazılmalı hekayə. Hansı hekayə? Yazılmalı hekayə. Biz görürük ki, burada ismi izah elədiyindən bu artıq fe'li sifət şəkilçisi olur. Yəni burada təsriflənə bilmir. Eyni zamanda malı şəkilçisi həm də parçalana bilir. Yəni biz burada lı şəkilçisi kimi də bu şəkilçinin nə bilərik? Görə bilərik. Məsələn, düyməli paltar. Düym sözün köküdür. Orada leksik şəkilçidir, isim düzəldir. Li sifət düzəldən şəkilçidir. Və yaxud büzməli, dondurmalı. Dondur, dondurma, isim dondurmalı paltar. Bax, bu formada əmələ gələn bir şəkil. Yazılası lazım şəklinin şəkilçisi olaraq biz bu şəkilçini də tanıdıq. Yəni, amma fe'li sifət olaraq o mütləq ismin qabağında olmalıdır. Çəkiləsi ət, deyiləsi söz, görüləsi iş və ilə axır. Amma iş görüləsi də artıq burada lazım şəklidir. Yəni, şəxsə görə dəyişir. Keçirik fe'li sifət və yaxud sifət. Dilimizdə elə sözlər var ki, biz bunu çətinlik çəkirik, amma şəkilçidən və yenə də bu təhlillər əsasında, bu izahlar əsasında biz bunları rahat ayıra bilirik. Məsələn, çalışqan sözünə baxırıq. Çalışqan, çalışan. Çalışqan sözü feildən düzələn sifətdir. Həmçinin sürüşkən sözünü də nümunə göstərə bilərik. Güləyən uşaq, gül feilindən güləyən. Ağla, ağlağan, qaç, qaçağan, bu kimi sözlər feildən düzələn sifətlərdir. Amma çalışan, ağlayan, ondan sonra sürüşkən isə sifətdir. Yəni feildən düzələn sifətdir. Çalışan bunun içində həm hərəkət, həm də necəliyi var.
Ona görə və ikinci qaydada biz bunu əgər bu yolla şəkilçilərə görə ayırd edə bilməsək, o zaman inkar şəkilsi köməyimizə gəlir. Yəni çalışmayan ma inkar şəkilsindən bunları dərhal inkar edə bilərik və bunun içində həm feilin, həm sifətin xüsusiyyəti var. Amma çalışqan sözündə isə artıq biz feildən yeni bir nitq hissəsi düzəltmişik, sifət düzəltmişik. Ağlağan, güləyən və ilaxır və s. Bu xüsusiyyətləri də izah edək. Keçək bura. Feili sifət, isim və feilin xəbəri şəkli. Məsələn, iş görüləcək, zəng olunacaq. Bu feilin xəbər şəklidir. Feilin burada zaman şəkilsi olduğu üçün bilirik ki, feilin xəbər şəklini yaradır. Eyni zamanda görüləcək iş artıq burada feili sifətdir. Necə iş? İsmi izah edir. Burada həm feil, həm sifət birləşir. Və yanacaq qutardı. Nə etdi qutardı? Nə yanacaq? Görürsünüz isim ola bildi. Burada da leksik şəkilçi olaraq homonimli əmələ gətirən bir şəkilçidir. Bayaq da bu haqda məlumat vermişdim. Feili sifət haqqında bizim sizə çatdıra biləcəyimiz incə məqamlar bu qədər idi. İzahım xoşunuza gəldisə, dəstək olub abunə olmağınızla bizə sevindirmiş olarsınız bizə. Əziz və dəyərli izləyicilər, feili sifət haqqında sizə bildirdiyimiz məlumatlar bu qədər idi. Yenə də davamlı olaraq videolarımızı izləyin. Biz daha geniş məlumatlar verək və eyni zamanda abunə və bəyən dəstəyinizi də əsirgəməsəniz bizi sevindirmiş olarsınız. Təşəkkür edirəm.